Yaxşı, bax 61-də nədir? 7 mi? Sonra 62-də C, 63-də D, əla, 64A, düzdür, Y, düzdür, D, düzdür, B, düzdür, C, düz, sonra 78 düz, D, mənfi düzdür, K, sonra 3-də 7 düzdür, nədir? Skaler arasında mənfi 26 düz, deməli, müxtəsər düzdürmü? Kvadratlar fərqi düzdür, burada cavab nə alsan? 4, əla düzdür, burada işçi düz, sonra 1.5 düzdür, burada nə cavabımız? 12, əla, burada 5, 5'dir, 5 idi. Əla, düzdür. Burada 4, qəşək. Burada hipotenüzə sorusu 20, düzdür. Kranda da 64'ü almışdım, düzdür mü? 64. Əla, 64. Burada, nədir burada? 40, əla, səhvsiz. Gəldik 36, qəşək. Sonra, burada da cavab 9, 24, əla. Əla, səhvsiz. Çox sağ ol. Təbrizlər, çox sağ ol. 100 bal, 40 bal da hesablayatına. 100'ün olduğu riyaziyyat eləmir. Sonra nə qaldı o işlərdən? 80 deyirsən, Azizan bilir. 93 ingilisdir. Ümum balımız nə qədər olur? 273. Əla, riyaziyyat 100 var. Çox sağ ol. Təbrik edirəm.